BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Envera Selimoviçin ölkəmizdəki missiyası başa çatıb. 7 il sizin ölkənizdə olduqdan sonra buranı tərk etmək məni həm sevindirir, həm də kədərləndirir. Mən gedirəm, ancaq Azərbaycan həmişə mənim xatirimdə qalacaq. Ümid edirəm ki, 7 ildən sonra bura qayıtsam, sizin ölkəni daha da sürətlə inkişaf edən ölkə kimi görəcəm. Bakı çox yeni şəhərdir. Buradakı inkişaf insanı çox heyrətləndirir. Mən nəinki paytaxtda, eyni zamanda Azərbaycanın bir sıra əsrarəngiz bölgələrində də olmuşam. Mən çox insanlarla ünsiyyətdə olmuşam. Bir çox təhsil ocaqlarına baş çəkmişəm. 7 il ərzində insanları bir-biri ilə əlaqələndirərək onların bir-birinə kömək etməsi üçün çalışmışam. İnanıram ki, bir gün qaydanda Bakıdakı indiki yüksək inkişafı bölgələrdə də görəcəm. Qeyd edək ki, BMT-nin baş katibi Kofi Annan Envera Selimoviçi 2006-cı il oktyabrın 6-sında BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin edib. Azərbaycandakı missiyasını tamamlayan Envera Selimoviç Nigeriyaya ezam olunub. Gülnar Əzizova, Elvin Hacıəliyev, Yurt Xəbər.